Uşaq dünyaya gələndə Kərbala torpağından barmağının ucunda ona adda dadızdır. Qoy yesin, meyl eləsin. Bir dənə torpağa icazəmiz var, Kərbala torpağını yeməyə. Ondan başqa bütün torpaqları yemək haramdır şərən. Fikrimizdə var. Və uşaq inşallah böyüyər, nə qədər yaşayacaqdır bu aləmdə, Allah bərəkətli ömür versin, Kərbala torpağına səcdə eləsin, Kərbala torpağına alnı olsun, səcdə eləsin. Və insan dünyadan küsəndə də qəbrinə Kərbala torpağına səpilir. Yəni o deməkdir ki, dünyaya gəldi Kərbala ilə, yaşadı Kərbala ilə, dünyadan getdi Kərbala ilə. İnşallah Kərbalaya olanlardan, Kərbalaya sifətlərdən, Hüseyni Qeyrət, Əbəlfəzi, mənsəb olanlardan Allah xoşaya qərar versin, salavat zikr eləyək. Ay cahil yığını, bizim müqəddəs torpağımız Azərbaycan torpağıdır, Xocalıdır. Bizim igid qəhrəmanımız Babəkdir, kişilik məktəbi Babəkdir, qeyrət simvolumuz Babəkdir, Polad Həşimovdur, Vəzir Orucovdur və digər minlərlə Azərbaycan oğludur. Kərbaladan bizə nə?